Cücə və Soxulcan. Bir gün ana toyuq balaları ilə birlikdə torpaqda yem axtarırdı. Cücələr hələ yumurtadan təzə çıxmışdılar. Ana toyuq nə tapırdısa, qurd, dən, toxum, bütün bunları balaları ilə bölüşdürürdü. Cücələr analarının yanında özlərini çox güvənli və xoşbəxt hiss edirdilər. Bir dəfə ana toyuq onları uzaqdan izləməyə qərar verdi. Görmək istəyirdi ki, balaları o olmadan yem tapa bilərmi? Toyuq bir kənara çəkildi və diqqətlə cücələrinə baxmağa başladı. Cücələrdən biri torpağı eşələyərkən qəfil torpaqdan bir soxulcan başını çıxartdı. Cücə qorxub geri çəkildi. Digər cücə cəsarətlə yaxınlaşdı. Amma soxulcan başını biraz da irəli verəndə o da qorxub qaçdı. Sonuncu cücə hələ yeni çıxmışdı yumurtadan. Sakitcə onlara baxırdı. Birdən o cəsarətlə irəli yeridi. Soxulcana yaxınlaşıb bir anda onu uddu. Ana toyuq bunu görüb sevincindən qanadlarını açdı. Bunu görən digər iki cücə də cəsarət tapdı. Onlar da torpağa eşələməyə başladılar. Qorxuları getdikcə azalırdı. Az keçmədi ki, onlar da soxulcan tapıb udmağa başladılar. Ana toyuq sakitcə yaxınlaşıb balalarını qanadlarının altına aldı. Dərin bir nəfəs aldı və rahatlandı. Uşaqlar, nağılımız burada bitdi. Unutmayın ki, bugün soxulcandan qorxsaz, sabah ilanla necə davranacaqsınız? Həyat bəzən tufanlı, bəzən boranlıdır. Vacib olan özünüzə inanmağınızdır. Növbəti nağıllarda, növbəti macəralarda görüşənədək sağ olun, gecəniz xeyrə qalsın.